Salam, siz TV1 ekranlarından salamlayıram. Günün əsas xəbərlərini izləyirsiniz. Azərbaycan Respublikası Prezidenti ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Prezident İlham Əliyev fərmanı imzalayıb. Fərmana əsasən Dövlət Təhlükəsizliyi Xidmətinin mərkəzləşdirilmiş informasiya və rəqəmsal analitika sistemi yaradılacaq və bununla əlaqədar bir sıra məsələlər tənzimlənəcək. Bakıda D8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin media sahəsinə məsul qurumlarının və aparıcı media subyektlərinin rəhbərlərinin, digər yüksək vəzifəli nümayəndələrin və sahə üzrə tanınmış ekspertlərin iştirakı ilə dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi mövzusunda D8 media forumu keçirilir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev əvvəlcə Prezident İlham Əliyevin forum iştirakçılarına müraciətini səsləndirib. Müraciət zamanı dövlətimizin başçısı qeyd edib ki, qlobal informasiya məkanında dezinformasiya, saxta xəbərlər, hibrid təhdidlər, deepfake-lər ölkələrin imicinə, daxili həyatına ciddi təsir göstərməklə yanaşı, bütövlükdə beynəlxalq sabitliyə zərbə vurur və ölkələr arasında etimadı sarsıdır. Bu səbəbdən D8 media forumunun əsas vəzifələrindən biri doğru, qərəzsiz, obyektiv və məsuliyyətli informasiya mühitinin qurulması üçün üzv ölkələrin media qurumları arasında etibarlı əməkdaşlığın formalaşdırılmasıdır. Qeyd edək ki, forum çərçivəsində məsuliyyətli jurnalistika və rəqəmsal innovasiya, strateji kommunikasiya və böhranın idarə olunması mövzularında 2 panel sessiyanın, həmçinin rəqəmsallaşan dünyada media etikası, texnologiyalar, trendlər və narrativlər mövzusunda workshopun təşkili planlaşdırılır. Forumda 8 ölkədən və təşkilatın katibliyindən 71 xarici nümayəndə olmaqla ümumilikdə 150-yə yaxın qonaq iştirak edir. Heydər Əliyev Fondunun vitse-prezidenti, İdea İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva Lənkərana səfər çərçivəsində bir sıra ekoloji aksiyalarda iştirak ediblər. İdea İctimai Birliyi tərəfindən Lənkəran rayonunda meşə ərazisində yaşıl marafon çərçivəsində ağac əkmə aksiyası təşkil olunub. Könüllülərin iştirakı ilə həyata keçirilən aksiyada 1350 ədəd eldə aşamı tingi əkilib. Tədbir zamanı yaşıllıq zolaqlarının genişləndirilməsi, meşə fondunun bərpası və ekosistemin mühafizəsi istiqamətində reallaşdırılan işlər barədə məlumat verilib. Qeyd edək ki, İdea İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən Ümumi Respublika Yaşıllaşdırılma Marafonunun əsas məqsədi yaşıllıq sahələrinin artırılması, ağac əkmə ənənəsinin təşviqi, ətraf mühitin mühafizəsinə, ölkəmizin flora biomüxtəlifliyinin zənginləşdirilməsinə və yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir. Yaşıl marafon çərçivəsində 2025-ci il payız və 2026-cı ilin yaz əkin mövsümləri ərzində ölkə üzrə 2 milyona yaxın ağacın əkilməsi nəzərdə tutulur. ...1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konferansında Yeni Azərbaycan Partiyasının rəsmi şəkildə yaradıldığı bəyan edildi. Və bugün Yeni Azərbaycan Partiyasının yaradılmasının 33 ili tamam olur. Yeni Azərbaycan Partiyasının çox parlaq gələcəyi var. Yeni Azərbaycan Partiyası daimi yaşayacaq. Mən əminəm ki, Yeni Azərbaycan Partiyasına yeni genç üzvlər gələcəklər. Yeni Azərbaycan Partiyasının prinsiplərini günü-gündən yüksəklərə qaldıracaqlar və Yeni Azərbaycan Partiyası Azərbaycanın gələcəyinə xidmət edəcəkdir. Yeni Azərbaycan Partiyası böyük sınaqlardan, böyük imtahanlardan keçibdir. Yeni Azərbaycan Partiyası öz üçün Azərbaycanın ictimai-siyasi həyatında yaşamaq, yaratmaq hüququ əldə edibdir. Yeni Azərbaycan Partiyası daimi yaşayacaq və Azərbaycan vətəndaşlarının istək və arzularının əks etdirən bir böyük təşkilat olacaqdır. Heydər Əliyev öz siyasi vəsiyyətində bir şey də demişdir. Artıq bunu dəfələrlə demişəm. Azərbaycan xalqı da bilir ki, başa çatdıra bilmədiyimiz işləri davamçılarımız başa çatdıracaq. Onların arasında yəqin ki, mən belə hesab edirəm, ilk növbədə Qarabağ probleminin həllini nəzərdə tuturdu.
və biz onun davamçıları bu problemi bütün işlərimizin mərkəzinə qoyduq. Yəni, hər bir addım, hər bir təşəbbüs, hər bir sərmayə, hər bir beynəlxalq təmas bu məqsədi güdürdü ki, bu bizi müqəddəs hədəfimizə yaxınlaşdırır, yoxsa uzaqlaşdırır. Ona görə bütün işlərimizin mahiyyəti məhz bu idi. Qarabağı azad etmək, tarixi ədaləti bərpa etmək. Və bu hədəfə doğru biz gedirdik. Çox çəkdi bizim yolumuz. Ancaq elə gedib, elə nöqtə vurmalıydıq ki, bu bir dəfəli olsun. Biz avanturiyaya heç vaxt gedə bilməzdik. Biz səhv addım, yaxud da ki, vaxtsız edilən addım ata bilməzdik. Biz hər şeyi ölçüb-biçib, öz gücümüzü, eyni zamanda digər amilləri nəzərə alaraq ən düzgün vaxt seçməliydik, ən düzgün vaxt üçün ən yaxşı vəziyyətdə olmalıydıq. Və xalqımız ordumuzla tam birləşdi. Ona görə biz hamımız deyirik ki, bu ümumxalq qələbəsidir. Çünki xalq, iqtidar birləşdi, bir yumruq kimi və cəmi 44 gün ərzində biz istədiyimizə nail olduq, tarixi ədaləti bərpa etdik. Bugün nəinki Azərbaycan vətəndaşları, bütün dünya Azərbaycanlıları başını dik tutub, bizim üzümüz axdır, alnımız açıqdır, biz müzəffər xalqıq, qalib dövlətik və bu əbədi olacaq. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə böyük qayıdışa dair birinci dövlət proqramına əsasən Cəbrayıl rayonu Horovlu kəndinə və Xocalı şəhərinə növbəti köç prosesi gerçəkləşib. Səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşub. Cəbrayıl rayonu Horovlu kəndi bugün 47 ailə olmaqla 189 nəfərə qucaq açıb. Ailələr yenidən qurulan kəndə sevinc gözyaşları ilə qədəm qoyub və öz doğma yurduna qovuşaraq yaradılan gözəlliyi seyr ediblər. Qeyd edək ki, kəndin ümumi sahəsi 248 hektardır. Xocalı şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bugün növbəti köç kərvanı ilə Xocalıya çatan ailələrə evlərinin açarları təqdim olunub. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiqlənmiş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər dövlət proqramına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Pirşağı, Novxanı, Xırdalan avtomobil yolunun tikintisi çərçivəsində daha bir tunel tipli yol ötürücüsünün inşasına başlanılıb. Əhaliyə keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsi məqsədi ilə Sumqayıt Dəmiryol Vağzalının qarşısında yeni nəqliyyat mübadilə mərkəzi yaradılıb. Nəqliyyat mübadilə mərkəzində avtobusların maneəsiz hərəkətini təmin etmək məqsədi ilə xüsusi hərəkət zolaqları və sərnişinlərin təhlükəsiz minib düşməsi üçün dayanacaq məntəqələri təşkil edilib. Ərazidə nişanlanma işləri həyata keçirilib, müvafiq nişanlar quraşdırılıb. Dəmir yolu vağzalının qarşısında minik avtomobillərinin xaotik parklanmasının qarşısının alınması üçün yeni parklanma yerləri yaradılıb. Piyada təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə ilkin mərhələdə delinatorlarla təchiz edilən piyada zonaları salınır. Hazırda Sumqayıt Dəmir yolu vağzalında 5 marşrut xətti üzrə 40 avtobus fəaliyyət göstərir. Şəhərin müxtəlif ərazilərindən nəqliyyat mübadilə mərkəzinə hərəkət edəcək əlavə marşrutların təşkili də nəzərdə tutulub. Daxili İşlər Nazirliyinin kibercinayətkarlıqla mübarizə baş dairəsinin əməkdaşları tərəfindən sosial şəbəkələrdə onlayn qanunsuz qumar və mərc oyunlarının təşkilinə qarşı mübarizə davam etdirilir. Keçirilən növbəti əməliyyat texniki tədbir nəticəsində qanunsuz onlayn qumar və mərc platformalarına ölkə ərazisində mövcud olan hüquq qaydalarına zidd olaraq qoşulan istifadəçilər müəyyən ediliblər. PİNAP,
Mostbet, Xbet, Chickplay, Fastlato və digər bu kimi qanunsuz onlayn qumar saytlarına mütəmadi daxil olan, eləcə də həmin oyunlarda iştirak edən Zahid Abdullayev, Rahib Kərimov, Ramin Hüseynov, Nihat İsrafilov, Gülməmməd Əzimov, İlqar Hüseynov, o cümlədən daha 14 nəfər müəyyən edilib. Həmin şəxslər barəsində qanuna uyğun tədbirlər görülüb. Qeyd edilən qanunsuz mərc və qumar oyunları saytlarından istifadə edən digər şəxslərin də aşkar olunması istiqamətində tədbirlər davam etdirilir. Bir daha Daxili İşlər Nazirliyi vətəndaşları xaricdən idarə olunan və ölkə ərazisində qanunsuz hesab edilən qumar oyunlarında iştirakdan çəkinməyə çağırır. Qazaxıstan, Ermənistan və Azərbaycanın sülhə nail olmaq səylərini alqışlayır. TV1 Qazaxıstan prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Kasım-Jomart Tokayev Ermənistan baş naziri Nikol Paşinyanla keçirdiyi görüşün yekunlarına dair Kiyev nümayəndələrinə danışıb. O, həmçinin Amerika Birləşmiş Ştatları prezidenti Donald Trumpın Ukraynadakı vəziyyətin nizamlanması istiqamətində göstərdiyi səyləri və onun təqdim etdiyi planı dəstəklədiyini bildirib. Tokayev qeyd edib ki, Paşinyanla danışıqlar zamanı aktual, regional və beynəlxalq gündəm üzrə fikir mübadiləsi aparılıb, bir çox məsələlərdə mövqelərin oxşarlığı vurğulanıb. Xatırladaq ki, 8 avqustda Vaşinqtonda ABŞ prezidentinin iştirakı ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan birgə bəyannamə imzalayıblar. Həmin gün hər iki ölkənin xarici işlər nazirləri sülhün və dövlətlərarası münasibətlərin qurulması barədə sazişi paraflayıblar. Şimali Kipr Türk Respublikasının prezidenti Tufan Elhürman, Türk Dövlətlər Parlament Assambleyasının baş katibi Ramil Həsənin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Baş katib Ramil Həsən səfərləri çərçivəsində Türk paya üzv dövlətlərin xarici işlər nazirləri və parlament sədrləri ilə səmərəli görüşlər keçirildiyini, həmin görüşlərdə gələcəkdə Şimali Kipr Türk Respublikasına müvafiq dəstəyin göstərilməsi barədə fikir mübadiləsinin aparıldığını vurğulayıb. Eyni zamanda Şimali Kiprin Assambleyanın mühüm tədbirlərində fəal iştirakının dəstəklənəcəyini diqqətə çatdırıb. Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı çərçivəsində Azərbaycan və İraq Respublikaları arasında FM radio yayım stansiyalarının koordinasiyasına dair görüş keçirilib. Noyabrın 21-də Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup Azərbaycan paytaxtına səfər edib. TV1 xəbər verir ki, bu səfər 21-22 oktyabr 2025-ci il tarixlərində Azərbaycan nümayəndə heyətinin Ermənistan paytaxtına səfərinə cavab olaraq həyata keçirilir. Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri 8 avqustda Vaşinqtonda qəbul edilmiş birgə bəyanatdan sonra müəyyənləşdirilmiş sülh gündəliyi çərçivəsində dialoqu davam etdirirlər. Xatırladaq ki, oktyabrın 22-sində İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə iki tərəfli dəyirmi masa müzakirəsi təşkil olunub. Hazırda dünyada baş verən xarici xəbərlərə keçid edək.
Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə yeniyetmələr arasında keçirilən Asiya Kubokunda idmançılarımızdan Məhəmməd Əli Hüsiyev gümüş, David Mahmudov isə bürünc medal qazanıblar. Təbrik edirik. İndi isə noyabrın 22-sində olan hava durumu ilə tanış olaq. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-14, gündüz 16-20 dərəcə isti olacaq. Günün əsas xəbərlərini izlədiniz. Sizinlə mən idim, Esmira Turan.